Görüşlər Rusiya və Ukrayna arasındakı görüşlər təzyiq xarakterlidir. Hər iki tərəfə Amerikanın ciddi təzyiqləri var. Bu görüşlərin sülh ilə nəticələnməsində belə bir təəssürat yaranır ki, nə Ukrayna, nə Rusiya maraqlı deyil, tək elə Trump maraqlıdır. Amerika maraqlıdır ki, bu proses sülhlə başa çalsın. Və təzyiq xarakterli görüşlərin nəticəsi çox vaxt, belə deyək, real hədəfə gedib çatmır. Bu görüşlərdə, Abu-Dabidə keçirilən görüşlərdə tərəflərin, oxudunuz və dediniz, məlumatlar dediniz, tərəflərin mövqeləri əks olunub. Təbii ki, diplomatik dillə Amerika bu görüşlərin konstruktiv keçirildiyini deyir, yaxşı keçirildiyini deyir, çörək kəsiblər olumlu deyirlər. Yəni, bütün bunların hamısı bir müsbət ab-hava yaradır. Amma gəlin, baxaq görək, bu görüşlərdə Zelenski və Putin hədəfə çatıbmı? Putin nə istəyir? Putin ən azı Donbas baseyninin bütövünü istəyir. Onlar hal-hazırda Donbasın, belə deyək, 3/2-sini heç götürməyiblər. Amma Donbas baseyni çox böyük, həm iqtisadi baxımdan çox böyük bir ərazidir. Çox gəlirli bir ərazidir. Həm də ərazi baxımından, coğrafi baxımdan geniş bir ərazidir. Lavrov da yeri gəlmişkən keçən dəfə vurğuladı ki, Donbassız mümkün deyil. Donbas baseyni çox böyük bir, orada Luganskin, sonra o birisi bir vilayətdə var. O da hətta Zaporojun bir hissəsi də düşür, Xarkov vilayətin bir hissəsi də düşür. Yəni, Putin bütün o Donbas ərazisini götürür. Ərazi məsələsində ciddi problem var və bu məsələdə də Ukrayna razılıq vermir. Ukrayna Trumpın təzyiqlərindən sonra hansı əraziləri verəcək kimi bir müsbət addım atdı ki, mən razıyam. Nədir o məsələ? O demək ki, Rusiya bugün hansı əraziləri tutubsa, o Donbas baseyni arasında harası tutubsa, orada qalır və o ərazilər müvəqqəti dondurulur və Rusiyanın tərkibində qalır. Amma Putin bununla razılaşmır və Trump Zelenskinin bunun razılığını alan kimin yadınızdadır, Putinə bir ismarış göndərdi, sevinci Utkovu göndərdi ki, bəs Ukrayna hazırdır. Amma nəyə hazırdır Putinə deyiləndən sonra Putin razılaşmadı. Və həmin proses bu dəqiqə Abu-Dabidə gedir. TASS-ın məlumatını, Rusların, siz bayaqdan Amerika tərəfinin məlumatlarını dediniz, amma Rus tərəfi nə deyir? Rus tərəfi deyir ki, danışıqlar düzdür, konstruktiv keçirilir, amma ərazi məsələsində yenə də razılığa gəlməlidir. Yeganə razılığa gələn məsələ növbəti dəfə, gələn həftə görüşün təkrar olunmasıdır. İndi Trump bu bir həftə ərzində hansı tərəfə təzyiqlər göstərəcək? Onda biləcəyik ki, Putin dediklərini həyata keçirəcək, yoxsa Zelenskinin. Zelenski də hal-hazırda əsas hədəfi Rus qoşunlarının Donbas baseyni arasındakı mövqelərdə qalması və bir də ki, Amerika Birləşmiş Ştatlarının onları sığorta eləməsi. Yəni, faktiki olaraq Ukrayna adı çəkilən əraziləri müəyyən mənada qoruya bilir də. Yəni, qoruya bilməsəydi, artıq Rusiya həmin o dediyi və istədiyi əraziləri də işğal edə bilərdi. Əgər belə bir şansı varsa, Zelenski niyə geri addım atmalıdır ki? Trump təzyiq göstərir. Putinin tələbidir. Trump sülh əldə eləmək üçün Putinin tələbini də yerinə yetirməlidir, Zelenskinin tələbini də yerinə yetirməlidir. Ortaq məxrəcə gəlmək mümkün deyil. Zelenski geniş təhlükəsizlik qarantiyası istəyir. Bu geniş təhlükəsizlik qarantiyası elə NATO üzvü olmaq kimi bir şeydir. Amerika Birləşmiş Ştatlarının hərbi mövcudluğu Ukraynada Rusiya sərf eləmir. Zelenskinin tələblərindən biri də Amerika Birləşmiş Ştatlarının hərbi kontingentinin Ukraynadakı mövcudluğudur. Yüksək təhlükəsizlik qarantiyası ondan ibarətdir. Görürsünüz, Amerikanların özləri də Avropaya gülərək deyir ki, onların 2-3 dənə vertolyatı var, 2 dənə də əskəri var. Bu sözü Qrillandiyaya görə atırlar ki, orada 2 dənə əskər göndərmişdi. Oradan nəticə çıxararaq Avropanı doluyurlar, belə fikir səsləndirirlərsə. Yəni, o baxımdan təhlükəsizlik qarantiyasını yalnız Amerika verə bilər. Zelenskinin də tələblərindən biri də odur. Buna da Rusiya razılaşmır. Zelenski Rusiyanın ərazi məsələlərinə razılaşmır. Putin də Zelenskinin yüksək təhlükəsizlik qarantiyası formatına razılaşmır. Və belə bir vəziyyətdə danışıqlar gedir. Bu danışıqlarda da Amerika Birləşmiş Ştatlarının yeganə rıçağı təzyiqdir. Rusiya qarşı sanksiyaları daha da sərtləşdirir. Görürsünüz, əvvəllər yenə də gizlin yollarına neft daşınırdı, indi onları da bir-bir tuturlar. Gəmilərin əksəriyyətini tuturlar. Fransa da qoşuldu, Avropa da artıq qoşuldu. Bu baxımdan Rusiya da çətin vəziyyətə düşməkdədir. Belə bir vəziyyətdə Putin də istər-istəməz bütün Donbas baseynini nəzarətə götürə bilmədiyinə görə
danışıqlar vasitəsindən ən az istəyir ki, bu nəticə əldə eləsin ki, heç olmasa özünü qalib elan edə bilsin. Burada Amerika Birləşmiş Ştatlarının konkret olaraq istəyi nədir? Yoxsa onun üçün fərqi yoxdur Donbasın Rusiyaya verilməsi və ya verilməməsi. Verilsə, Amerika Birləşmiş Ştatları üçün hansı problemlər yaranır? Yəni, Ukrayna güzəştə getsə, getməsə hansı problemlər yaranır? Amerika üçün heç bir problem yaranmır. Yəni, fərqi yoxdur. Trump Putinlə elə iş danışıqlarında Ukraynanın bölüşdürülməsi məsələsindən razılığa gəlib. Əslində istəyirdi bunu. Rusiya Donbas baseynini götürsə, o ərazilərdə Amerika ilə Rusiya oranın belə deyək, resurslarını birgə işləyəcək. Ukrayna ərazisində Ukrayna ilə bir yerdə işləyəcək. Yəni, bütün hallarda qalib vəziyyətdən çıxır. Rusiyanın əlində olan ərazilərdə, Zelenskinin Ukraynanın əlində olan ərazilərin hər ikisində də Amerika Birləşmiş Ştatları öz payını götürəcək. Yəni, Trump üçün fərqi yoxdur. Trump sadəcə olaraq müharibəni dayandırmaq istəyir, sülhün bərpa olmasını istəyir və öz pulunu oradan çıxartmaq istəyir. Aydın məsələdir. Bu arada Zelenski ilə Vladimir Putinin görüşlərinin olacağı ilə bağlı fikirləri də inkişaf etdirir mətbuat. Sanki hamı birlikdə bu mövzunu daha da aktuallaşdırır. Biz əslində Rusiyanın mövqeyini bilirik. Putin və Kreml ümumilikdə Zelenskinin hakimiyyətini legitim hesab etmir. Artıq uzun müddətdir bu barədə danışırlar. İndi bir yumşalma hiss edilə bilərmi mövqeylərində və nəyin müqabilində Kreml bu yumşalmaya gedə bilər? Nəhayət ki, görüş baş tutsun liderlər səviyyəsində və bu atəşkəs əldə edilsin. Razılaşma mümkün olmasa, yəni ikinci raunda da baxaq, Abu Dhabi'dəki görüşdə razılaşma əldə olunmasa, onların görüşməyinin elə bir əhəmiyyət də yox. Görüşüb nə danışacaqlar, əgər bir razılaşma yoxdursa. İndi mətbuat bu məsələni, daha çox Amerika mənbələri bu məsələni daha çox şişirdirlər ki, yəni sülhə yaxınıq, bu danışıqlar daha operativ gedir, daha real gedir. Amma yəni onların təqdim elədiyi reallıqlar analiz eləyəndə, oxuyanda, baxanda, baxsan ki, yoxdur, ortada yoxdur elə bir vəziyyət ki, Putinlə Zelenski görüşsün. Yenə deyirəm, növbəti ikinci bir görüş oldu. Üç tərəfli görüşlərdə hansı nəticə oldu? Heç bir nəticə olmadı. Əslində deyirsiniz ki, heç bir nəticə olmayan deyənlər əslində haqlıdırlar. Çünki yeganə razılaşma növbəti görüşün baş tutması olubdur. Nə ərazi məsələsi razılığa gəlinib, nə də yüksək təhlükəsizlik məsələsi ortağa gəlib. Əslində yüksək təhlükəsizlik qarantiyasını heç Amerikada hələ özünün belə deyək, tam müsbət cavabını verməyib. Trump Ukraynaya böyük miqdarda qoşulun, silah-sursat göndərməyin tərəfdarı deyil. Deyil, bəli. Amma Zelenski və Avropa bunun üstündə dayanırlar, təkid edirlər. Ukraynaya dəstək verən Avropa dövlətləri də təkid edir. Özləri bilir ki, özlərinin qarantiyası heç nəyə yaramayacaq. Ona görə də Amerikanın yüksək təhlükəsizlik qarantiyasını onlar da istəyir. Bu baxımdan indi bu razılıq hansı bir səviyyə gəlib çatıb? Amerika Birləşmiş Ştatları bu məsələyə, Trump bu məsələyə hansı səviyyədə razılıq verib? Veribsə də nələr olacaq orada? Hansı kontingent olacaq? Ukrayna qoşunlarının sayı azaldırma məsələsi var. O azaldılacaqmı? Və belə böyük bir paketdir. Bu paket müzakirəyə, ciddi müzakirəyə səbəb olmalıdır. Çox güman ki, müzakirə də olunur. Amma ortada konkret razılıq yoxdur. Yəni bu məsələlər, bu ciddi məsələlər hələ razılıq həddinə gəlib çatmıyor. Ona görə də Zelenski ilə Putinin görüşünün yaxın vaxtlarda baş tutacağını inanmıram. Çünki ortada bir şey yoxdur. Trump indiyə qədər, yəni ikinci dəfə prezident seçiləndən sonra müəyyən mənada bəzi münaqişələrə son qoydu. Yaxın şərqi biz misal göstərə bilərik. Nəyinsə müqabilində, necəsə, hansısa şərtlərdən, amma gözlə görünən odur ki, münaqişə artıq yoxdur. Yəni əvvəl kimi hər gün yüzlərlə, minlərlə insan ölmür yaxın şərqdə. Maraqlıdır, belə bir fürsəti varmı Trumpın əlində olan vasitələrdən istifadə edərək Rusiya-Ukrayna münaqişəsində hansısa formada bu cür həll eləsin? Məsələn, sülh şurası formatında və digər formatlarda. Zaten əgər elə bir razılıq əldə olunsa, sülh şurası formatında eləyəcək bunu. Yəni bu ayrı bir qurum kimi formalaşdırılacaq. Yəni o öz qələbəsini nə BMT-yə verəcək, nə Avropa Birliyinə. O öz qələbəsini yaratdığı sülh şurası formatında bu məsələ həllini tapacaq və çözüləcək, əgər baş tutacaq. O ki, qaldı, bu məsələni çözə bilərmi? Bəli, çözə bilər. Amerika boyda, Amerika kimi güclü bir dövlətin resurslarından istifadə edərək çox güclü təzyiq və təsir rıçaqlarına malikdir. Yəni, bugün Putinə göstərilən təzyiq və təzyiqlərin hələ heç 1/3-ni, 2/3-ni eləməyib Amerika.
Yəni güclü təzyiqlər olsa, hər iki tərəfi otuzdura biləcək. Zelenskinin zaten təzyiq elədi deyim, gəldi oturdu. Zelenski yoxsa yerə göyə sığmırdı. Yəni Trump bir dəfə legitim məsələsini o da dilə gətirəndən sonra, seçkilər məsələsini dilə gətirəndən sonra Zelenski həm komandasını başladı dəyişməyə, həm də danışıqlara meyilli oldu. Və o cümlədən Putinə də ciddi iqtisadi sanksiyalar və təzyiqlər var. Çox ciddi təzyiqlər. Amma bütün imkanlardan istifadə eləmir Trump. Təbii, hələ deyirəm də, əgər bu məsələni daha da təzyiq formatına keçirsə, razılıq əldə eləməsələr bu iki tərəf, üç tərəfli görüşlərdə hər hansı bir müsbət razılıq əldə olunmasa, bu təzyiqlər daha da güclənəcək. Bəs burada Avropanın mövqeyi, sanki Avropa son dövrlər küsmüş, sınmış tərəf kimi görsənir, sözü keçməyən bir tərəf kimi hiss olunur. Biraz belə kobud ifadə etsək, yazıq kimi kənardan görsənir. Zaten özlərini onlar yazıq gününə qoydular, amma hal-hazırda Trump Avropadan Ukraynaya maliyyə yardımı göstərən bir pul kisəsi kimi baxır. Yəni hal-hazırda Avropa Birliyi, Avropa dövlətləri zaten də pul kisəsi rolunda, Ukraynada pul kisəsi rolunda çıxış edir. Düzdür, siyasi bəyanatlar da verirlər, siyasi Rusiyaya qarşı biz belə eləyəcəyik, elə eləyəcəyik, amma Avropanın ciddi təzyiq rısaqları yoxdur. Yəni, çox maraqlı ki, həm bu sözləri deyir, həm də Hindistandan Rusiya neftini, qazını alıb aparır. Yəni bunu Amerikanlar da Avropanın üzünə vurdular ki, siz güya Rusiya təzyiq göstərsiniz, güya Rusiyaya qarşı bu cür ritorikadan istifadə edirsiniz, amma faktiki Hindistandan Rusiya neftini alıb aparırsınız. Yəni maliyyələşdirirsiniz həm də müharibəni. Yəni bu baxımdan Rusiya, Avropa Birliyi, Avropa ölkələri hal-hazırda yalnız pul kisəsi rolunda Ukraynaya dəstək göstərir. Onda təhlükəsizlik zəmanətləri ilə bağlı Avropanın göstərəcəyi xidmətləri qoyaq qırağa. Burada sadəcə öndə olan Vaşinqtondur və nə inəsə Vaşinqton edəcək. Burada iqtisadi maraqlar da var və ən öndə olan maraqlar da iqtisadi maraqlardır. Həm Amerika Birləşmiş Ştatları üçün, həm Ukrayna üçün, eyni zamanda Rusiya üçün. Çünki Ukraynanın dirçəlməsini də biz vurğulamalıyıq. Şəhərləri viran qalıb və onların bərpa olunması, əhalinin yenidən öz şəhərlərinə və kəndlərinə qayıtması da müharibə bitəndən sonra gündəmdə olacaq. Yəni müharibə bitdi, hər şey bitdi demək deyil. Bu özü də çox böyük xərclər tələb edir. Birləşmiş Ştatların bu istiqamətdə planı necə realizə ediləcək? Zaten Ukraynanın bərpası prosesindən bağlı plan hazırlayıb, Avropa Birliyi də hazırlayıb. Və fikir verdiniz, son günlər, 2 gün ərzində belə bir mətbuata, belə bir dövrəyə, belə bir məlumat buraxıldı ki, güya ərazi mübadiləsi, ərazi müqabilində Ukraynaya 800 milyard dollar pul verilsin. Belə bir təklif də irəli. Amma elə bir plan hazırlanıbdır, bərpa planı hazırlanıbdır. Təbii ki, burada yenə də Avropa iştirak edəcək. Avropanın maliyyə resursları iştirak edəcək, banklar iştirak edəcək, dövlətlər iştirak edəcək. Trump üçün Ukrayna bir mineralların, təbii resursların bol olduğu bir məkandır. Trump üçün ora yaxşı gəlir gətirən bir məkandır. Və ora o gözlə baxır və o gözlə də bu sülh proseslərini aparır. Həm Rusiya ilə, həm də Ukrayna ilə. Bütün Ukraynanın bütöv ərazisinin, işğal və işğal olunmamış ərazisini bir daha təkrar edirəm. Trump həm Rusiya ilə işləyəcək, həm Ukrayna ilə işləyəcək. Yəni bu baxımdan Trumpın bu dəqiqə əsas mövqeyi odur ki, bu ikisinin arasında sülh məsələsini bitirsin və orada qazanc əldə etməyə çalışsın.